Salam dəyərli müəllimlər, hər birinizi xoş gördük. Bugünkü videomuzda sizlərə söz verdiyim kimi F tipli daşına bilən, yəni daşınması asan olan stolüstü tikiş maşınım haqqında məlumat vermək istəyirəm. Bugün sizə təqdim etdiyim maşın Janome firmasına məxsus olan, evdə asanlıqla istifadə edə bildiyim, çox növlü tikiş növünə malik olan tikiş maşınıdır. R1306 markalıdır. Gördüyünüz kimi bu maşınla həm ilgək açmaq, həm müxtəlif növdə tikişləri yerinə yetirmək və hətta overlock olmadıqda ona bənzər bir tikişlə də parçaların kənarını hörməkləmək də mümkündür. Bu maşınların ən asan, yəni ən üstün xüsusiyyətlərindən biri daşına bilən olmasıdır və plus da bu maşınları digərlərindən fərqləndirən odur ki, bu maşınlar da elektrik mühərriklidir, yəni işin rahat getməsi üçün əsas mexanizmlərdən biridir. Hal-hazırda gördüyünüz hissə maşının iynəsinin yerləşdiyi daban mexanizminin olduğu hissədir. Biz asanlıqla burada bir funksiya var ki, baxın, buradan basdıqda asanlıqla davanı dəyişə bilirik. Davanı çıxardıb yeni bir davan növü ilə də dəyişib istifadə eləmək mümkündür. Özəl üstünlüklərindən biri odur. Parça aparan mexanizmimizi görürsünüz. Burada hal-hazırda tikişi arxaya və önə etməkdən ötürü funksiya var. Yəni bunu basdıqda tikiş arxaya etmək mümkündür. Yəni basılı tutub saxlayırsan əlindən tikişi bəndləmək mümkündür. Ondan sonra davanı salmaq üçün, aşağı salıb qaldırmaq üçün burada mexanizm var. Baxın, hal-hazırda davanı çıxartmışam, düzdür. Bununla həmin funksiya yerinə yetirilir. Bu maşınların məşq komplekti baxın bu hissədə yerləşir. Burada maşınımızın əlavə, yəni ilgək açmaq üçün davanının, əlavə şotkası, təmizləyici şotkası falan bu kimi hissələrin yerləşməsi üçün yeri mövcuddur. Məşq komplektimiz hal-hazırda gördüyünüz hissədə yerləşir. Burada məşq komplektimizdir. Bunların çernokları sənaye tiplidən fərqli olaraq, yəni müxtəlifdir, fərqlidir. Bu hissəmiz isə məşq komplektinin yerləşdiyi hissədir. Və müəllimlər, bir də onu qeyd edeyim ki, bu maşınlarda da sapın asanlıqla dolanması üçün funksiyası mövcuddur. Baxın, buradan biz istəyəndə sapı bura, yəni məşq komplektində sapı gətirib bura salıb, buradan asanlıqla sap dolamaq mümkündür. Öz-özünü yəni dolanır. Bobinin taxılması üçün yerimiz buradır. Yəni istədikdə salıb aşağı qaldıra da bilirik. Bobindən asılı olaraq tikişimizi buradan dəyişirik. Yəni istədiyimiz tikişi yerinə yetirməkdən ötürü. Nazim çarxımız müəllimlər əsasən bu hissədə yerləşir. Baxın. Bu yaxşı olar ki, tikişin yerini dəyişdikdə mütləq bu nazim çarxı çıxardaq beləncə. Ondan sonra, yəni hələ ki iynənin sınmamasından ötürüdür. İynənin asanlıqla dəyişək yerin. Baxın, iynə hərəkət edir. Görürsünüz, buranı mən dəyişdikcə. Ondan sonra yenidən nazim çarxı vurub işimizə davam eləyə bilərik. İndi bu maşının saplama funksiyasını da sizə çəkib göstərəcəm. Təbii ki, onu ayrı bir videoda eləyəcəm, daha anlaşıqlı olmasından ötürü. Birdən müəllimlər, bu hissədə, baxın bu hissəyə, tikişimizin addımını nizamlamaqdan ötürüdür. Yəni daha sıx, daha boş olmasını yerinə yetirən əsas mexanizmlərdən biridir. Başqa nə kimi sualınız olsa, başa düşmədiyiniz bir hissə olsa, yəni sizə cavab verə bilərəm. Diqqətinizə görə sonda təşəkkür edirəm. İzlədiyiniz üçün çox sağ olun. Sonda isə əgər videomuz sizin üçün yararlı oldusa, videolarımızı bəyənib xoş sözlərinizi yazmağı unutmayın.